Lənkəranda ana doğuş zamanı dünyasını dəyişib. Belə ki, aprelin 7-sində gecə saatlarında rayonun Lərş kənd sakini 29 yaşlı Gülnar Fərzəliyevanın vəziyyəti qəfildən pisləşib və təcili xəstəxanaya çatdırılıb. Gəlini götürdülər, apardılar içəri, şişəyə qoydular, Kaleskiyə. Apardılar içəri. Çox dardı gecə, sonra biz də qaldıq qıraqda gözlədik. Xeyləm gözləyəndən sonra həkim çıxdı, mənə riçə verirdi, bu dərmanlar al gətir. Mən də getdim, aldım, Liman şəhərindən getdim, maşınla getdim, sonra aldım, yatdım. Verdim onlara. Bir ay keçmişdi, sonra günahdan sonra idi. Bəs sonra dedilər ki, qan lazımdır. Qan lazımdır, nəsə qan da tapdı. Sonra arasında bir saat keçmişdi, sonra dedilər ki, bəs ailə bilmirik, dünyasını dəyişdi. Saat 5:49 radələrində hamiləliyin 34-cü həftəsində olan 1994-cü il təvəllüdlü vətəndaş kəskin qanaxma diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzə yerləşdirilib. Bütün reanimasyon və cərrahi müdaxilələrə baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb. Yeni doğulan körpənin vəziyyəti isə qənaətbəxşdir. Qeyd edək ki, Gülnar Fərzəliyeva Liman şəhərində yaşayıb.